Deməli, fərqi yoxdur. Şəmkir Tovuz şərt olaraq ad veribdir. Yəni bu iki dənə ayrı-ayrı məsafələrdir. Biri Şəmkir Tovuz şəhərləri arasındakı məsafə, bir də Lənkəran və Masal şəhərləri arasındakı məsafəyə bərabər olur. Yəni hər ikisinin məsafəsi 40-dır. A ilə B-nin arasında 40-dır, C ilə D-nin arasında 40-dır. 40 kilometrdir, həqiqi. Deyir ki, bu məsafə Şəmkir və Tovuz şəhərləri arasındakı ərazini təsvir edən birinci xəttədir. Yəni A ilə B-nin təsvir olunduğu birinci xəttədə həqiqi məsafə 16 sm olub. Amma ikinci xəttədə Lənkəran Masal arasındakı həmin o 40 kilometrlik məsafə 10 sm təsvir olunur. Yenə söhbət iki xəttədən gedir. Bir dənə həqiqi məsafə var, iki dənə xəttə var və iki dənə xəttənin ayrı-ayrı təsvir olunmuş, kiçildilmiş məsafə var. Bizə lazımdır tapmaq bunların miqyasının fərqliliyini, nə qədər olduğunu və ona görə cavablar, ehtimallara fikir vermək. Gəl baxaq. Deyir ki, hər iki xəritədə kiçiltmə dərəcəsi eynidir. Bizə doğru fikir istəyir. Əgər hər iki xəritədə kiçiltmə dərəcəsi eyni olsaydı, birində 10 sm, birində 16 sm xəritədəki məsafə göstərilməzdi. Demək ki, kiçiltmə eyni deyil. Düzdür? Bu səhv cavab. Bunda işimiz yoxdur. İkinci xəritənin miqyası daha böyükdür. Bunu tapmaq üçün öncə miqyası tapaq. Var əlimizdə həqiqi 40, var əlimizdə 16 sm. Deməli mənim təmasibimi quracaq. 1 sm-də x kilometr kiçiltmə baş veribsə, 16 sm-də 40 kilometr kiçiltmə olar. X bərabərdir 40 bölünsün 16. İndi bunu böləcəyik tam. Orada düşəcək bir dəfə, yox, 1 yox, 2 dəfə. 2 dəfə 32, 8 qaldı, virgül 5. 2,5 sm. Demək ki, birinci xəritənin miqyası 1 sm-də 2,5 kilometrdir. Aydındır? Yadda qaldı? Aha. İkincini də yenə tapa bilərik. 1 sm-də x, 10 sm-də 40. X bərabərdir 4 kilometr. Demək ki, bu xəritədə isə 1 sm-də 4 kilometrdir. İndi bunu çevirsək, 100 minə vursaq, yəni 5 sıfır artırsaq, biri olacaq 1 böl 250 min, 25 min. 1 böl olacaq 25 min. Çünki orada bir dənə vergül də var. Düzdür? 250 min daha doğrusu. 1 böl 250 min. Vergül də siləcək. Elə birincidən düzəlmiş. O birisi olacaq 1 böl 400 min. Elə səncə indi hansı böyükdür, hansı kiçikdir? Mən 400 min böyükdür. Diqqətli ol, miqyasdan danışırıq ha. Miqyasdan. Miqyasdan nə qədər kiçik idisə, o qədər böyükdür. Aha, deməli birinci xəritə böyükdür. Amma bizə şərtdə deyir ki, ikinci xəritənin miqyası. Deməli bu da səhvdir. Çıxdı B bəndi. Getdik C bəndinə. İkinci xəritədə obyektlər daha müfəssəl təsvir olunmuşdur. Bax. Mən o söz mənasını. Aha, müfəssəl, yəni daha dəqiq, daha belə deyək də, konkret olaraq daha yaxşı. Aydındır? Daha səhvsiz. Aydındır? O da təsvir olunmaq üçün biz demişdik ki, böyük miqyasda daha yaxşı təsvir olunur. Amma bu 400 mindir, kiçik miqyasdır. Demək ki, bu da səhvdir. C-də getdi. D-yə baxırıq. İkinci xəritədə generalizasiya daha böyükdür. Bunu saxlayıb axırda izah edəcəm. Çünki bunu hələ keçməmişik. İzah edəcəm. Y-yə baxırıq. Birinci xəritənin miqyası daha kiçikdir. Əksinə gördük ki, biri 250 mindir, biri 400 mindir. Əksinə, tərsinə daha böyükdür. Ona görə də Y-də çıxır. Cavab D olacaq. Niyə? Generalizasiya ümumiləşdirmə, kompleksləşdirmə deməkdir. Generalizasiya həmişə kiçik miqyaslarda, yəni rəqəmi böyük, amma özü kiçik miqyasda çox olur. Çünki daha çox kiçildilir, səhvlər çox olur. Biri var ki, məsələn sən bir dənə ölkənin xəritəsini tərtib edirsən, bir də var dünyanın. Dünyada daha çox ümumiləşdirmə aparacaqsan da, daha çox bəzi şeyləri belə deyək də ümumi götürəsən. Detallarına qədər, xırdalığına qədər getməyəcəksən. Və nəhayət ki, onun xəritənin miqyası daha kiçik olacaq. Ona görə də generalizasiya çox baş verəcək. Bizim də birinci xəritədə 250 mindir, ikinci xəritədə 400 mindir. Demək ki, ikincinin miqyası daha kiçik olduğu üçün daha çox ümumiləşdirmə aparılacaq. Xırdalığa gedə bilməyəcək. Cavab D bəndidir. Aydındır? Okay? Aha. İndi xəritədə keçəcəyik bunu. Birazdan xəritə keçəndə generalizasiya falan nədir? Proyeksiyalar falan. Onlar keçəndə keçəcək. Yadında saxla ki, generalizasiya ümumiləşdirmə deməkdir. Müfəssəl daha dəqiq, daha konkret belə deyək də, daha xırdaçıl. Müfəssəl böyük miqyasa aid olar, generalizasiya daha çox kiçik miqyasa aid olar. Daha çox olar orada. Hamısında var zaten, amma böyüklük kiçiklik dərəcəsinə görə generalizasiya kiçik miqyasında daha çoxdur. Davam edirik.